Bismillahirrahmanirrahim. Bağışlayın və mehriban Allahın adıyla. Xoş gördük hər birinizi əziz və dəyərli dostlar. Kəlam elmi dərslərimiz davam edir. Bildiyiniz kimi mövzumuz imamət bəhsidir, imamət mövzusudur. Biz bu günləri əziz dostlar imamət məsələsinə, imamət bəhsinə hədislər prizmasından baxacağıq. Yəni hədislər bucağından baxacağıq. Sırf hədis nöqteyi nəzərindən araşdıracaq və çalışacağım, yığacam və qısa şəkildə hədislər baxımından imamətin əhəmiyyətini qısa şəkildə də olsa diqqətinizə çatdırım. Deməli, əlbəttə ki, imamətin zərurəti haqqında, imamət haqqında bir çox hədislər var ki, onları biz sahib qurtarmağımız çətindir və ümumiyyətlə o hədislərin hamısını deməmiz qeyri-mümkündür və zəruri və lazım olan bir neçə dənə mən qısa hədisə toxunacağım əziz dostlar. Deməli, hədislərdə bu mətləbə çox-çox təkid olunur ki, dünyada heç vaxtı, ümumiyyətlə, dünya heç vaxtı imamsız, höccətsiz olmamışdır. Misal olaraq, İmam Sadiq əleyhissalamdan nəql edilən hədisdə buyurulur və indi mən oxuyuram, sizin diqqətinizə çatdırıram. Bismillahirrahmanirrahim. Ma zaletil ardu velillahi fiha hüccetun ya'riful halale vel harame və yəd'u ilə səbilillah. Buyurur ki, həmişə yer üzündə Allahın halal və haramı tanıttıran və insanları onun yoluna çağıran höccət olmuşdur. Deməli, gördüyünüz kimi əziz dostlar, hədisdə də buyurur ki, həmişə Allahın halal və haramını insanlara tanıttıran və insanları Allah yoluna çağıran höccət, imam rəhbər olmuşdur. Və bəzi hədislərə də biz diqqət edirik, görürük ki, bəzi hədislərdə də çox-çox təkid olunur və bu vacib məsələyə təkid olunur ki, lazım olan imamı tanıyaq biz. Və buyurur ki, İmam Sadiq əleyhissalamdan nəql edilir və buyurur ki, Allahın Rəsulü belə buyurmuşdur. Bismillahirrahmanirrahim. Mən matə la ya'rifu imamə matə mitətən cahiliyyə. Buyurur ki, imamını tanımadan ölən cahiliyyət ölüsü kimidir. Deməli, gör nə qədər zəruri bir məsələdir ki, hədisdə Rasulullah sallallahu birbaşa imama təmərküzləşdirir insanları ki, hər kəs imamını tanımadan ölsə, cahiliyyət dövründəki ölən şəxs kimidir. Deməli, əziz dostlar, bir çox hədislər imamları vəsf edərkən onların uca məqamlarına toxunmuşdur və onları Allahın məxluqları kimi tanıtdırır, insanların hidayətçisi kimi tanıtdırır, insanları kamilliyə çatdıran kimi tanıtdırır və yer üzündə Allahın xəlifələri kimi bizim diqqətimizə çatdırır. Misal olaraq, İmam Rıza bir çox hədislər var bu haqda. Mən qısa şəkildə İmam Rıza əleyhissalamdan hədisi qeyd edib sözümü tamamlayacağım inşallah. İmam Rıza əleyhissalamdan müfəssəl və gözəl bir hədisdə qeyd olunur ki, o Peyğəmbərin vəfatından əvvəl Həzrəti Əli əleyhissalamı imamlığa təyin etməklə risalətin tamamladığını qeyd edir və sonra buyurur. Buyurur ki, İmamət o qədər kiçik bir məsələ deyildi ki, insanlar onu öz ağılları və rəyləri ilə dərk eləsinlər. Necə ki, o devirdə də baş verdi Peyğəmbərdən sonra və indi də bu məsələyə təkid olunur ki, insanlar imamı seçə bilər. Halbuki biz hədislərə müraciət edirik. Hədislərlə biz araşdırırıq, tarixə müraciət edirik ki, belə bir şeyin olması ümumiyyətlə absurd bir şeydir. Buyurur ki, hədisdə imamət o qədər balaca bir şey deyildir ki, insanlar onu ağıl və öz rəyləri ilə dərk eləsinlər. Yaxud öz seçimləri ilə imamı edə bilsinlər, öz ağıllarına əsasən etsinlər. İmamət, hədisdə çatdırılır ki, imamət İslamın möhkəmlənmiş kökü və ucalmış budağıdır. Namazdır, zəkatdır, orucdur, həcdir və cihad. Bunların hamısı imamət məsələsi ilə tamamlanır və imamət məsələsi ilə
həll olunur, əziz və dəyərli dostlar. Deməli, bundan artıq mən istəmirəm çox danışam. Əlbəttə, bir çox hədislər var bu haqda. Bugünkü mövzumuz bu qədər. İnşallah mövzumuzun ardında görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.